Salam dostlar, bugün çiftliyə incəlmə videosu çəkirəm. Dostluğumda olan Businka adlı çiftinin fermasını incələyəcəm. Businka YouTuberdir. Başlıq hissədə əkin yerini yerləşdirib. Əkin yeri ayrı-ayrı hissələrə bölünüb. Əvvəl mənim də əkin yerim bu cür istifadə edirdim. Ətrafda da moruq kolları var. Məncə biraz səliqəsiz salınıb. Evin arxasına vaqon reysləri yerləşdirib. Zavodları madənə yaxın yerləşdirməsi məncə yaxşı fikirdir. Bu hissəni bəyəndim, gözə xoş gəlir. Heyvanlarını buraya yerləşdirib, çiftliyin ətrafında qızıl zaborlarla əhatə edib. Bəyəndim, səliqəli görsənir. Makinalarını 2 və ya 300 yerləşdirib, çox bəyəndim. Ağaclarını isə fermaların arxasına yerləşdirib. Makina dizaynını çox bəyəndim. Keçək çiftliyin o birisi tərəfinə. Açılması az yeri qalıb. Bu hissədə yalnız qış dekorlarını yerləşdirib. Bilinir ki, dekorları çox sevir. Bu ev dekorunu çox bəyənirəm. İstəyərdim ki, məndə də olsun. Bu hissədə qızılı heykəllərini, mükafatlarını yerləşdirib. Bu heykəllərdən məndə ikisi var. Arxa hissədə isə taslaqlardan düzələn dekorlarını yerləşdirib. Məndə də çoxdur, ancaq mən istifadə eləmirəm. Bu kovboy dekorlarını da çox sevirəm. Halloween dekorları üçün də fermasında ayrıca yer ayırıb. Keçək şəhərciyə, gəlmişkən ona da kömək eləyim. Aha. Sahil hissəsini də bəyəndim. Çoxlu sahil dekorları görürəm. Bu voleybol dekoru çox gözəldir. Kaş məndə də olardı. Şəhərciyə kovboy dekorları ilə bəzədilib. Məncə əla durur. Baxaq görək bu zinkanın nə qədər heyvan açılıb. Məndə heç bu qədər açılmayıb. Bilinir ki, Aydayı müntəzəm oynayır, dekorları çox sevir, fermasını çox bəyəndim. Sağ olun dostlar, əgər istəsəz sizin də fermanızı incələyə bilərəm.